Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün borş bişirmişəm. Əsl Ukrayna borşu. Çox dadlı, ləzzətli alınıb. İnşallah siz də bişirib bəyənərsiniz. Bir də əziz izləyicilərim, mən bu borşu malın deməli oynaq sümüklərindən bişirmişəm. Siz istəsəz tikə ətlə, sümüklə ətlə bişirə bilərsiniz. Bu sümükləri deməli ət dükanlarında kilosu 50 qəpiyə satırlar. Çox əla da deməli bulyonu alınır. Doğrudan da həm ucuz və keyfiyyətli. Baxın, bu sümükləri yaxşı yudum, su əlavə eləyib bir burum qaynatdım, suyunu süzdüm, atdım. Tezdən yenə su əlavə eləyib qoydum, gecə səhəricən qaynadı. Görürsüz, sapsarı, qəşəng, təmiz bulyon əmələ gəlib. Amma gecə səhəricən bişirirsən ki, bulyonu yaxşı çıxsın. Üzərində əti yoxdur, amma baxın necə bulyon çıxıb. Sümükləri ayırdım və bulyonu süzdüm. Süzəndən sonra bu bulyonu deməli qoyuram soyuducuya ki, yağı ki çoxdur, çıxır suyun üzünə yağı. Deməli soyuducuda yağ donur, yağını ayırıram, bulyonu işlədirəm, yağını da qoyuram soyuducuda, lazım olduqca yavan ətə və yaxud da ət xörəklərinə istifadə edirəm. Ərzaqları doğradım, kələmi doğrayıram, çuğunduru kökü sürtkəcdən keçirdirəm. Sürtkəcin iri gözündən. Bir də onu deyim əziz izləyicilərim, o hazırladığım bulyonu kimdə ki dizində artroz problemi var, çox kömək eləyir. Məndə özümdə var o problem. Yəni bu sümükləri hər neçə vaxtdan bir qaynadıram, soyuducuda saxlayıram. Hər yağını da təmiz yığıram, ayırıram. Bulyonun özünü hər gün səhər bir stəkan ilıq eləyib içirəm. İnanın ki, doğrudan da artroz probleminə çox kömək eləyir. Soğanları da xırda doğradım. Kartofları isə ikisini 2 yerə böldüm, iri kartofdu. İkisini də xırda doğradım. İri kartofları sonra deməli qaynayandan sonra əzib tezdən qazana əlavə eləyəcəm ki, xörək həlimli olsun. Cəfərini də xırda doğrayıb hazır qoydum. Ərzaqlar hazırdır, kələmi doğramışam, çuğunduru kökü sürtkəcdən keçirtmişəm, cəfəri doğranıb, kartof doğranıb və soğanı da xırda doğramışam. Bu da dəfnə yarpağıdır. Əvvəlcə yağ soğanı hazır eləyirəm. Bu yağ da bayaqki bulyonun yağındandır. Doğradığım soğanı əlavə elədim tavaya. Biraz pörtəndən sonra kökü əlavə elədim. Sürtkəcdən keçirtdiyim kökü əlavə elədim. Çuğunduru isə saxlayıram, axırda qatacam. Bunlar biraz pörtəndən sonra buraya əlavə elədim tomat pastası. Bir də yayda bağladığım acı bibərin püresini. Biraz da acı biberdən qatdım ki, xörək biraz acı olsun, istiyotlu olsun. Bunları biraz qatışdırdım. Duz əlavə elədim, sarı kök əlavə elədim. Hamısını bir yerdə biraz pişirdim. Yağ soğan hazırdır. Doğradığım cəfərini də əlavə eləyirəm tavaya. Tavanın altını söndürdüm. Yağ soğanı hazırdır. İndi isə ərzaqları əlavə elədim qazana, kələmi və budakı köklə çuğunduru sürtkəcdən keçirdəndə nə qalmışsa onları da xırda doğradım. Kartofu, dəfnə yarpağını hamısını əlavə elədim qazana və bulyonu süzdüm ərzaqların üzərinə. Bulyonun üzərində olanlar yağıdır. Biraz da su əlavə elədim çünki bulyon qatıdır. Və qoydum qaynamaya. Bu da ki yığdığım yağdır, bulyondan yığdığım yağdır. Düzdür, suyunu yaxşı süzməmişəm. İndi suyunu yaxşı süzəcəm və qoyacağım buzdolabına. Sonra bu yağı deyirəm də ət yavan olanda və yaxud da ət xörəkləri bişirəndə baxır hansı xörəyə istifadə eləyirəm.
Tərtəmiz yağdır. Marketlərdə satılan yağlardan təmiz. Xörəyimiz qaynayır. Gözləyirəm kələm yumşalsın. Kartof da bişsin. Bu arada çoğundurun üzerine qaynar su tökdüm ki hem çoğundur özü biraz pörtsün, suyu da ki ayrılsın. Çoğundurun özünü suyundan ayırıp əlavə elədim qazana. Bunlar da bir burum qaynayandan sonra kələm bişib, kartof bişib. Hazır elədiyim yağ soğanı əlavə elədim qazana. İndi isə kartofları, iri kartofları qazandan götürüb əzirəm, püre halına gətirirəm və tezdən əlavə edirəm xörəyə. Bunu onun üçün eləyirik ki, yeməyimiz biraz həlimli olsun. Yəni püre xörəyə həlim verir. Bir burum qaynayandan sonra çoğundurun suyunu da əlavə elədim. Deməli, yeməyin duzu mənə biraz şit gəldi. Bulyona duz vurmuşdum. Biraz da duz əlavə elədim. Biraz da çay qaşığının ucunda limon duzu əlavə elədim. Bunları lap yemək hazır olanda axırda əlavə edirəm ki, çox qaynamasın. Bir burum qaynayır. Qazanın altını söndürdüm. Xörəyimiz hazırdır. Əziz izləyicilərim, siz də hazır eləyin, bişirin. Bəyənsəz bəyən düyməsini basıb abunə olmağı unutmayın. Güman edirəm xoşunuza gələr inşallah. Sağ olun, sağlıqla qalın.